Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Lisey və gimnaziyalara qəbul sınağı 6-nın izahını paylaşacağım bugün sizdə, amma 5-ci siniflərə aid suallara baxacağıq, riyaziyyat və riyazi məntiq suallarına. Deməli, burada suallar görürsünüz, üzərində yazılıb, yəni şagirdin testləri olduğu üçün yazılı vəziyyətdə, tam vəziyyətdə deyil hazırda. Başlayaq riyaziyyat suallarından birinci, 21-ci sualdan. Görək necə olur. 21-ci sual. Deməli, sahəsi 16,5 kvadrat metr olan otaqda yerə tərəfi 2,5 metr olan kvadrat sərilib. Deməli, bu otaq sahəsini verib 16 S bərabərdə 16,5 kvadrat metr. Bizdən burada otaqda kvadrat şəkilli xalça var və kvadrat şəkilli xalçanın hər tərəfi 2,5 metrdir. Onda biz kvadrat şəkilli xalçanın sahəsini tapaq. Sahəni tapmaq üçün, deməli, kvadratın sahəsini tapmaq üçün 2,5'i 2,5'i vuraq. 5 5'im 25, 2 yadda, 5 2'm 10, 12, sonra 2 5'im 10, 0, 1 yadda, 2 2'm 4, 5. Toplayanda alınır 5, 2, 6. Vergül atsaq, vergül 2 dənə buradan atmalıyıq. Atdım %25. Deməli, biz otağın sahəsini tapdıq. Daha doğrusu xalçanın sahəsini tapdıq burada. Bu xalçanın sahəsidir. Yazıram S xalça bərabərdir 6'dan %25 kvadrat metr. Bizdən deyək ki, otağın neçə kvadrat metri xalça ilə örtülməyən hissəni istəyir. Ona görə ümumi sahədən 16,5'dən çıxmalıyam xalçanın sahəsinə 6'dan %25. Bunları çıxsaq, burası 0 əlavə edək. 50'dən 25 çıxsaq. Deməli, burada qalınacaq 25 vergül. Burada isə 16'dan 6 çıxanda qalacaq 10. Yəni 10,25 kvadrat metr. O da cavab D variantı, birinci sual düzdür. Deməli, D variantı keçirik ikinci suala. 22-ci sual. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Bu cür suallarda deməli, -3 sağa keçirməliyik. 2 vurulsun A burada. 2 vurulsun A plus 3 böyükdür. -3 sağa keçəndə müsbət olacaq. 17'nin üstü 3 gələcək. O da alınacaq 20. Sonra A plus 3 böyükdür. 20'ni 2'ye bölməliyik. Burada vurma var deyə bölürük. Alınır 10. A plus 3 eğer ondan böyükdürsə, onda A böyükdür. 3'ü sağa keçəndə müsbətdir. Sağa keçəndə mənfi olacaq. Olacaq 10 çıxılsın 7. 10 çıxılsın 3 daha doğrusu. O da alınır 7. Bu da 7. Deməli, A 7'dən böyük bir ədəd olmalıdır. 7'dən böyük bir ədəd olmalıdır. Ən kiçik tam həllini istəyir. O da 8. Cavab C variantı doğrudur. Keçirik 23-cü suala. Deməli, burada müqayisə, kəsrlərin müqayisəsi. Biz bu kəsrləri müqayisə edərsən, sürətlərini eyniləşdirsək daha yaxşı alınır. Sürətlərini bərabərləşdirib sonra müqayisə etsək. Deməli, 3, 4 və 6'ya əkov fikirləşməliyik. Yəni, 3-nə də bölünən ədəd. 12'ye bölünür hər biri. Elə birbaşa beydim də 11'də 3'ü 4'e vurmalıyıq ki, sürət 12 olsun. Bunu 3'e vurmalıyıq, sürət 12 olsun. Bunu da 2'ye vurmalıyıq, sürət 12 olsun. A bərabərdir 44'də 12. B bərabərdir 3'ü 7'ye vursam, deməli 17'ye vursam 3 7 21. 3 1 deməli 51. 3 4'üm 12. C bərabərdir 2'ni 19'a vursam 8. 38'də 12. Deməli, biz burada müqayisə edərkən sürətlərə eyni olan kəsrlərin biz bilirik ki, məxrəci kiçik olan böyükdür. Yəni C ən böyükdür. Sonra A böyükdür. Ən kiçik də B'dir. O da hansı variantdadır? C ən böyük, D variantı. C böyükdür A'dan, A da böyükdür B'dən. Cavab D variantı düzdür. Keçirin növbəti sual. Deməli, 24-cü sual. İfadənin qiymətini hesablayın. Bizə nə verilir? Burada 3 vurulsun 13, 10 üstü 3, 5 vurulsun 10 üstü 2, 7 vurulsun 10, bir də 4. Bunu toplayanda necə? 10 üstü 3 bilirik ki, onun kubu, yəni 1000. 3'ü 1000'e vuranda 3000 alınır. Toplayaq. Yəni burada belə deyim də 3 vurulsun 10 üstü 3 yazılır. O da bərabər 3 vurulsun 10 vurulsun 10 vurulsun 10
O da bərabərdir, bu 1000 alınır. 1000'i də 3'e vuranda 3000. Bərabərdir 3000. Sonra 5 vurulsun 10 üstü 2. Yəni 5 vurulsun 10'un kvadratı. O da bərabərdir 5 vurulsun 10 vurulsun 10. O da eləyir neçə? Təbii ki 500. Buraya yazıram ki toplamaq olsun. Bir de 7'nin 10'a vuranda 70. 4 də buradadır. Toplayanda 4, 7, 5, 3. Yəni 3574. Cavab B variantı doğrudur. Keçirik 25-ci suala. Qutuda göy, qırmızı və yaşıl toplar var. Topların 3/1 qırmızı, 4/1 göy. Deməli uşaqlar, 3/1 qırmızıdır. Yəni məxrəcin yenə ortaq məxrəc gətirsək daha yaxşı alınır. 12. Bunu 4'e vuraram, bunu da 3'e vuraram ki məxrəcləri eyniləşsin. 12'də 4'ü qırmızı. 12'də 3'ü göy. Qalan isə 20 yaşıldır. Qalan 12'də 4, 12'də 3 toplayanda 12'də 7 edir. 12'də 12'dən də 12'də 7 çıxanda qalır 12'də 5. Yəni 12'də 5'i, 12'də 5'i yaşıldır və 20 dənədir. 12'də 5'i 20 dənədirsə, hissəyə görə ədədin tapılması. 20'ni bölürük 5'ə, 4. 4'ü də vururuq 12'yə, 48. Deməli qutuda 48 top var, D variantı. Keçir 26-cı suala. Düzbucaqlının uzunluğu 2,4 cm, eni 0,75 cm. Bu düzbucağının sahəsi 0,1 kvadrat santimetr olan kvadratla tam doldurmaq üçün neçə kvadrat lazımdır? Birinci düzbucağının sahəsini tapaq. Nə ilə tapaq? Santimetrinə verib, təbii ki, ikisini santimetrinə tapmalıyıq. 2,4'ü vurmalıyam 0,175'e. 0,175 santimetrinə verib, ikisində öncənin sahəsini tapırıq. 4 5'im 20, 2 yadda 4 7'im 28, 2 yadda 30, 3 yadda, burada da 3, 2 5'im 10, 1 yadda, 2 7'im 14, 1 yadda 15, 0 0 toplayırıq 8 1. Vergülü hardan atırıq? Sağda 3 dənə qaldığı üçün, burada da sağda 3 dənə qalmalıdır. Ona görə buradan atırıq. Buradan atsaq bərabərdir. 2 0 yox olur, qalır 1,8 kvadrat santimetr. Kvadrat santimetr. Və deyir ki, bu düzbucağın içərisində sahəsi, yəni sahəsini tapmışdıq, düzbucağın sahəsini tapdıq. Sahəsi 0,1 olan neçə kvadrat doldurmaq olar? Onda 1,8'i bölürük 0,1'ə. İçindən yerləşdiyini tapmaq. Bölmə zamanı ikisinin də vergüllərini azad etsək, elə 18'i 1'ə bölərək 18. Cavab C variantı doğrudur. Keçirik 27-ci suala. Aşağıdakı bərabərliyə görə ulduz və kvadrat ədədləri ən az neçədir və natural ədəd olmalıdır. Biz burada 3 vurulsun, deməli bunu A götürəcəm, bunu B götürəcəm. 3 vurulsun A, deməli bölünsün, 3 vurulsun B, üstə gəlsin. Bunu A götürmüşdüm ha. Bərabərdir. Ən az deyir. Bunu ixtisarlayaq 120 ilə 124. Deməli bu ikisini 4'ə ixtisarlasaq, bunu 4'ə bölsək 30, bunu 4'ə bölsək 31. 31'də 30 alındı. Buradan birbaşa fikirləşsəm, A məsələn neçə ola bilər? 10 ola bilər. 3 ona vuranda 30. Aşağının burada 10 olsa, bura neçə ola bilər? B 7 olar. 3 7 21. 21 üstə 10 gəlsə 31. Birbaşa yazdım. Belə tənlik formasında yazmadım cavabı. Cavablara baxıb sınaya bilərsiniz bu zamandan sonra, ixtisardan sonra. O da A bəndiyir. Deməli, yəni ulduz 10'dur, kvadrat 7'dir. A variantı düzdür. Keçirik 28-ci suala. 3/1 bölünsün 2. Burada indi əməllər sırasına əməl edib bölmə etməliyik. Bölmə əməllərini daha tez birinci etməliyik. Yəni 3/1 2'yə böləndə 3/1 bölünsün 2 nə deməkdir? 2 ümumiyyətlə 1'də 2 kimi də yaza bilərik. Bu da bərabərdir 3/1 vurulsun tərsinə çevirməliyik. Bölmə tərsinə olur 2/1. 3/1'i 2/1'ə vuranda 6/1. Yəni buradan vurulur 6/1 alınır. Yəni bura 6/1 alındı. Və burada da uşaq qeyd edilib 6/1. İkincidə isə 2'ni yox burada. 2/1'i bölməliyəm 3'ə. Bu da bərabərdir. Yəni bu 1'də 3'dür. 2/1'i vurmalıyam tərsinə 3/1'ə. Bu da bərabərdir yenə 6/1. Bəli, burada da yenə 6/1 qeyd olunub.
Sonra nə edirik? Üçüncünü tapırıq. Üçüncü də 2'də 1 bölünsün 3'də 1, o da bərabərdir. 2'də 1 vurulsun 1'də 3, tam tərsinə. O da bərabərdir 2'də 3, o da bərabərdir 1 tam 2'də 1, o da bərabərdir 1 tam 10'da 5. Yəni onluq kəsə çevirdim 1 tam 2'də 1'i. 1 tam 10'da 5. Altta 1 çıxsaq burada 0 alınır. 0'ın üstünə də 1 tam 10'da 5 gəlsək 1 tam 10'da 5 C variantı doğrudur. Keçirik 29-cu suala. Birinci ambarda 80 ton buğda var. İkinci ambarda birincindən 90% qədər. Üçüncü ambarda isə ikincinin 25% qədər buğda var. Üç ambarda ümumilikdə neçə ton buğda var? Birinci ambarda 80 ton varsa, bu birinci ambar. İkinci ambarda isə birincinin 90% qədər. 80'in 90% nə qədərdir? 80 vurulsun 90 bölünsün 100. Yəni faizi tapmaq üçün verilən faizlə vurub 100'ə bölmək lazımdır. İxtisarla sıfırlar keçsə 8 9 72. Yəni ikinci ambarda 72 ton buğda var. Üçüncü ambarda isə ikincinin 25%. 72'nin 25%'ni tapmalıyıq. 72'nin 25%'ni tapsaq 72'ni vurmalıyıq 25%'e bölməliyik 100'ə. Burada ixtisarlarımız gedəcək. 25'e bölsək 1, 25'e bölsək 4. Sonra isə 72 ilə də 4'ü ixtisarləsək, yəni 2 də 4'ə bölünür. 4 4'ə bölündə 1, 72'nin 4'ə 18 alınır. Bura 18 yazırıq. Yəni bərabərdir 18. 25% qədər 18 olmalıdır 3-cü ambarda. 3-cü ambar deməli 18. Toplayanda 0, 1 yadda, 16, 1 yadda 17. Yəni A variantı doğrudur. Keçirik 30-cu suala. Deməli burada belə bir şəkil var. Uzunluğu 16 cm olan bir tel parçası kəsilir və müxtəlif ölçü 2 hissəyə ayrılır və 16 cm-dir. Kəsim yerində görürük burada. Bizə deyir ki, sonra bu hissələrin hər biri qatlanaraq şəkildə kimi tərəfləri natural ədədlər olan 2 kvadrat düzəldilir. Bu kvadratların sahələrin cəmi 10 kvadrat santimetr olarsa, kiçik kvadratın bir tərəfinin uzunluğu neçə santimetrdir? İndi burada fikir versək, qatlanaraq tərəfləri natural ədəd olmalıdır. Ən kiçik bir fikirləşirəm. Bura 1, 1, 1 yazsam, bura olacaq 4. Yəni perimetr. Buradan bura xət. Qalacaq 12. 16'dan 4 çıxsam 12 qalacaq bura. Bu tel 12 isə 12'ni 4'ə böləm 3 qalacaq bu tərəflərinə. Və sahələri də 3'ün 9. Bunun sahəsi 9. Bunun sahəsi 1, 1. Toplayanda da sahələri cəmi 10. Deməli hər şey doğrudursa C variantı. Yəni kiçik kvadratın bir tərəfinin uzunluğu 1 cm-dir. Zaten deyirdi ki, tərəflərin natural ədədlər olsun. O da C variantı doğrudur. Bu nə olsun? Deməli 61-ci suala keçirək. Cəmil yeni işə başladığı üçün dostları onu təbrik etmək məqsədi ilə tort alırlar. Onun tortu şəkildə 26 bərabər dilimə bölürlər. Daha sonra bu tortun bir dilimi Şəfəq, Kamal və Dəniz arasında bölüşdürülür. Buna görə Kamalın payına düşən miqdar bütün tortun hansı hissəsini təşkil edir? Deməli bu sualda bu 6 hissəyə bölünür və bir dilimini Şəfəq, Kamal və Dəniz arasında 3 bərabər hissəyə bölünür. 3 bərabər hissəyə. Kamal da deməli Kamal bu hissələrdən birini yeyir. Bu 3 bərabər 3'də 1 fikirləşirik, amma burada da 3 var. Hər yerdə 3. Hər biri 3 bərabər hissəyə bölünsə, ümumi 3 6 18 hissə olar və 18 hissədən birini yemiş olar Kamal yalnızca. Ona görə A variantı düzdür. Keçirik 32-ci suala. Deməli verilən ədədin miniklər sinifindəki ədədlə təşkillər sinifindəki ədədin yerini dəyişsək, ədəd necə alınır? Biz deməli burada siniflərə ayırsaq, bu təşkillər sinifi 243, sonra 785 də nə olur? Miniklər sinifi, sonra milyonluqlar sinifi. Yerini dəyişdikdə əvvəl 9 milyon 785 min 243 idi. Sonra yerini dəyişdirsək olunacaq 9 milyon 243 min 785 alınır. Çıxanda fərqə baxaq. Deməli 3'dən 5 çıxsa 8. Burada da 3 qaldı. 13'dən 8 çıxsa 5. Sonra burada 1 qaldı. 11'dən 7 çıxanda 4. Burada 4 qaldı. 4'dən 3 çıxanda 1. Sonra 8'dən 4 çıxanda 4. 7'den 2 çıxanda 5. Yəni 541.458. A variantı doğrudur. Keçirik 33-cü suala.
Şənlikdə iştirak edən qızların sayı oğlanların sayından 2 dəfə çoxdur. Qızlar və oğlanlar haqqında söhbət gedir. Bu 2x, bunu x götürək. 2 dəfə çox olduğu üçün. Alınan tort 24 bərabər hissəyə bölündükdə, daha sonra hər bir oğlan 2 hissə, hər bir qız isə 1 hissə tort yeyir və tortun hamısı bitir. Şənlikdə neçə adam var idi? Şənlikdə neçə adam var? Deməli, biz deyir ki, qızlar neçə hissə yeyir? Daha sonra oğlanlar deyir 2 hissə yeyir. Bunu bırak 2 hissəyə, 2h. Qızlar isə 1 hissə yeyir, 1h və toplamda isə 24 bərabər hissəyə böldükdə deyir. Onda 2x vurulsun 1 hissə, yəni alınır 2'nin 1'e vuranda 2, 2xh üstə gələk. Burada da 2'ni vursaq xh yenə də alınacaq 2xh bərabər 24, 4xh bərabər də 24, xh bərabər də 24'ü 4'e bölsək 6. Yəni bizim belədiyimdə x'i 6 götürsək, burada hissələri heç saymasaq, boş versək, x'i 6 götürsək, görək alınırmı? 2 6 12, oğlanlar da 6 nəfər olsa, deməli 12 nəfər qız var, 6 nəfər deməli oğlan var. Toplamda 18 nəfər. İndi gəlin sınayaq görək həqiqətən də düzgün alınırmı? Yəni bunların tortların 7 sayı ilə adamlar sayı. Deməli 18 dənə qız varsa, 9 dənə, daha doğrusu 18 yox, 12 dənə qız var, 12 qız tapdıq. 6 dənə də oğlan var. Gəlin də fikirləşək. Deyirdi ki, qızlar 1 hissə yeyir. 12 qız var və 12 hissə tort yeyir. Bu tortların sayı. Oğlanlar 6 nəfərdir və 2 hissə yeyir. 6 2 12 nəfər tort yeyir. Tortlar toplayanda 24. Bəli, doğrudur. Deməli C variantı. Keçirik 34-cü suala. Aşağıdakı bir ədədin natural bölünləri kiçikdən böyüyə sıralanaraq verilmişdir. Buna görə D neçə olar? Biz burada hansını bir yerinə qoyub da hesablaya bilərik. Burada ortada bir gördük ki 4 burada var, 4 burada var və ortada 6 var. Buradan verdiğim məntiq olaraq düşündük ki, bu artıq 36'dır. Çünki 36 1'ə bölünür, 36 2'ye bölünür, 18, 3'ə bölünür, 12, 4'ə bölünür, 36, 9. A da 9'dur. Bir də 6'ya bölünür, 6. Bir dəfə yazmaq lazım təbii ki. C variantı doğrudur. Keçirik 35-ci suala. Deməli, aşağıdakı şəkilə əsasən variantlarda verilən hansı səhvdir? Hansı səhvdir? Biz baxaq görək burada nə verib ümumiyyətlə. 2 3 6, 6 2 12, tutaq ki. 12'ni 5'ə vursaq 60. Görək indi burada nə istəyir? C ədədinin 4 natural böləni var. C ədədi 6'dır. 6'nın neçə natural bölünür? 1 bölünür 6, 2'ye bölünür 3, düzdür. Hansı səhvdir istəyir bizdən? Hansı səhvdir? 35-ci sual. Keçir B variantına, bu düzgündür. Bizdən səhv istəyir. B ədədindən kiçik sadə, B ədədi ən kiçik sadə ədəddir. Bəli, ən kiçik sadə ədəd 2'dir. Yəni A ədədinin sadə bölənləri cəmi 12'dir. A ədədinin sadə bölənləri 60'ın sadə bölənləri 2, 3'ə bölünür, sonra 5'ə bölünür. Burada 2 3 5'ə bölünür. Sadə bölənləri budur 60'ın. Onun cəmi 10'dir. Ona görə də 12 deyil. Səhvdir. C variantı doğrudur. Yəni variant olarak doğrudur, amma fikir olarak səhvdir. Bu da doğrudur. Keçirik növbəti suala. 36-cı sual. 12 ilə 2 rəqəmli 4A ədədləri qarşılıqlı sadə ədədlərdir. Buna görə A-nı yerinə yaza biləcək. Rəqəmlərin cəmi neçədir? 12 ilə 40 sadə ola bilməz. Qarşılıqlı sadə deyil. Çünki ikisi də 1. Qarşılıqlı sadə ümumiyyətlə nədir? Yalnız 1'ə bölünsün. Ortaq böləni yalnız 1 olsun. Başqa heç nə olmaz. 40 olmaz. 41. Bəli, 41 sadə ədəddir. 12'nin bölənləri məsələn 1, 2, 3, 4, 6, 12'dir. 41 isə yalnız özünə bölünür. 41 olar. Yəni A1 olar. A2 olmaz. 42 məsələn olmaz. Cüt ədəddir 2'yə bölünür. Nə bilim, yəni 2'yə bölünür. Yəni birdən başqa böləni var artıq 12 ilə. 42 olmaz. 43 olar. 3. 43 sadə ədəddir. 44. 44 2'yə bölünür. 4'ə bölünür olmaz. 45 3'ə bölünür. Bundan bölənlərə. Başqa 1'ə də bölünür, 3'ə də bölünür. Yəni bunun bölənlər içərisində var. 45 olmaz. 46 2'yə bölünür. 47 bölünmür heç nəyə. 7 olar. 48 olmaz. 2'yə bölünür, 4'ə bölünür, 6'ya bölünür, çox ədədə bölünür. Sonra 49 1'ə, 7'yə və
49'a bölünür. Yəni ortaq böləni başqa yoxdur, birdən başqa. Ona görə 9 ola bilər. İndi bunları toplayaq. 20. Bunları toplasaq 20 alınır. Yəni D variantı düzgündür. Keçirik növbəti suala. 37-ci sual. Əbabları 90 olan 3 müxtəlif natural ədədin cəmi ən az neçə olar? Əbabları 90 olsun və 3 müxtəlif natural ədəd olsun bizə deyir. Bunun biri 90 özü ola bilər. İkincisi 2 qatı 180, 3 qatı isə 270. Ən kiçik 90'ı bölünər. Bunları toplasaq, elə alınır 540. O da deməli neçənci variantdadır? Cavab D variantı alınır. Sonra keçirik neçənci suala? Təbii ki 38-ci suala. Burada belə bir ifadə verib. Deyir ki hesablayın. Deməli hesablama əməlində burada ikisini də 10'a vursaq, daha doğrusu ikisini də 100'ə vursaq. Yəni vergül buradadır. Sağa keçmək üçün 2 dənə sağa keçmək üçün 100'ə vururuq 11. Bunu 100'ə vuranda biri bura keçsə bir dənə 0 əvvəl alınacaq 50 olacaq. Bölsün 50. Sonra vurulsun vurma var burada. Bu da olacaq 100'ə vursaq alınacaq deməli 22. Bunu da 100'ə vursaq alınacaq 40. Sonra ixtisarlarımız ola bilər. Bu hesaplamanı edəndən sonra təbii ki toplama əməli var. 2'ye bölsək ümumiyyətlə məsələn 2'ye bölsək burada 20 alınır. Bunu 2'ye bölsək 11 alınır. Belə bir cavab alınacaq. O da bərabərdir. 50'ni 20'ye vuranda alınır 1000. 5 2 10 2 dənə 0 1000. 11 11'e vuranda alınacaq 121. O da onluq kəsimindən alınır. 0'dan 1000'də 121. Sonra burada toplama yox vurma edilməlidir. 2 tam 179'u 2 tam 179'u 0,1'e vuran 0,1'e vurmaq vergül bir dənə sola gəlmək deməkdir. O da bərabər eləyəcək 0,279. Sonra bunları toplamaq lazımdır. 0,279 0 burada 0 3 4 0 0,4. Yəni cavab 38'də B variantı. Keçirik 39-cu suala. Tənliyi həll edin bizə deyir. Deməli burada bu da sadə bir sualdır. 3x 3 vurulsun x plus 6 üstəyənsin yox. Burada 10 sağa keçirsəm 73'dən 10 çıxsam 63. Yəni müsbətli sağa keçsək mənfi olacaq. 73 çıxsın 10 olacaq. O da 63. X plus 6 neçəyə bərabərdir? Vurma var deyə bölmə edirik. 63'ü 3'ə böləndə deməli 21. Burada da x plus 6 21 ise x bərabərdir 21'dən 6 çıxsaq cavab 15 alınır. Yəni A variantı doğrudur. Keçirik 40. Deməli perimetri 22,6 cm olan bir üçbucağın birinci tərəfi ikincisini 2 dəfə uzun, 2 dəfə uzun deyir. Üçüncü tərəfi isə 6,7 cm-dir. Böyük tərəfin uzunluğu neçə cm-dir? Birinci ikincisindən 2 dəfə uzun deyir. Onu bunu 2x götürsəm, bunu x götürsəm və üçüncü tərəfini verib 22,6'dan həmin o 6,7'ni çıxaram. Görə ümumiyyətlə bu iki tərəfə nə qədər qalır? Yəni bir üçbucaq düşünün. Bir tərəfi 6,7'dir və perimetri də 22,6. İndi 22,6'dan biz nə etməliyik? Çıxmalıyıq 6,7. 6,7 çıxanda alınacaq burada 9, burada da 15. 15,9. Bu ikisi 15,9 olmalıdır. Bizə nə istəyir? Bir digərinə 2 dəfə çox. X, məsələn bura 2x, bura x olsa toplayanda 3x deyir. 3x bərabərdir 15,9. Deməli, indi nə etməliyik? 15,9'u bölməliyik 3'ə. X bərabərdir 3'ə böləndə alınacaq 5,3. 5,3 kiçik tərəfidir. Böyük tərəfin uzunluğunu istəyir. Böyük tərəfini. Onda 2x tapaq. X alındı 5,3. Yəni bura. Bu da 2'yə vursaq. 2'ni 5,3'ə vursaq. Burada alınacaq 10,6. Yəni A variantı düzgündür. Bu şagirdimin nə bilədiyimdə göndərdiyi testlər idi. Riyaziyyatı gördüyümüz kimi bitirdik. Növbəti videoda isə riyazi məntiqini izahını paylaşmağa çalışacağım. Videonu bəyənib paylaşmağı unutmayın. Yorum yazıb bizə dəstək ola bilərsiniz. Sağ olun. Növbəti video izahda görüşərik.